Xoş gördük hər biriniz əziz kanal izləyicilərimiz. OTK-nın 11-i 5-ci ay 2025-ci ildə həyata keçirdiyi 4-cü blok sınağının 11-ci sinif 3-cü qrup B variantının izahını verməyə çalışacağım. İzaha keçməmişdən əvvəl onu da qeyd edim ki, bundan sonra artıq biz kanalımızda müxtəlif kursların həyata keçirdiyi blok sınağının, eyni zamanda OTK-nın da həyata keçirdiyi sınaqların izah videosunu paylaşmağa çalışacağıq. Anında xəbərdar olmaq üçün kanala mütləq şəkildə abunə olmağı, dəstək olmağı unutmayaq. Xoş izləmələr hər birinizə. 31-ci test tapşırığımızda 1699-cu ildə Osmanlı dövləti ilə bağlı olan məsələni soruşur. Bilirsiniz ki, 1699-cu ildə Osmanlı dövləti müqəddəs birliyi ilə aparılan müharibədə məğlub olaraq sülh müqaviləsi, yəni Karlovitsa müqaviləsini imzalamışdı və bu müqavilə nəticəsində Osmanlı Avropada ilk dəfə olaraq xeyli miqdarda ərazilər itirmişdi. Ona görə də cavabımız olacaq 31-ci test tapşırığında B variantı, Mərkəzi Avropada ərazilərin itirilməsi. Prut müqaviləsi 1711-ci ildə Krımın müstəqilliyini tanımışdı. 1774-cü Kiçik Qaynarca ilə Rusiyaya da həmçinin Kiçik Qaynarcada üzmək hüququ vermişdi. Səfəvi dövlətinin mühüm ticarət yollarını işğal etdiysə, belə bir məsələ öz əksini tapmır. 33-cü test tapşırığımızda Qərbi Roma İmperiyasından fərqli olaraq bizdən Bizansı soruşur. German tayfaların hücumlarına məruz qalmışdır. Burada bu bizim doğru cavabımız ola bilməz. Çünki Qərbi Roma İmperiyasının süqutu məhz German tayfaların adı ilə bağlıdır. B variantında Ərəb xilafəti ilə müharibələr aparmışdır. Bizim testimizin cavabı bu olacaq. Çünki biz nəzərə alsaq ki, Ərəb xilafəti 630-cu ildə yaranıb. Qərbi Roma İmperiyası isə 476-cı ildə süqut etmişdi. Yəni biz Qərbi Romanın Ərəb xilafəti ilə müharibə aparmağı müzakirə mövzusu deyil. Bizansın isə biz Ərəb xilafəti ilə bir çox mübarizələrini bilirik. Məsələn, elə Möhtəsimin dövründəkini desək kifayət edər. Roma İmperiyasının qərb ərazilərini əhatə edirdi Qərbi Roma. 4-cü əsrin sonlarında hər ikisi, yəni 395-ci ildə meydana gəlmişdilər hər ikisi. Bu ikisi üçün oxşar cəhətdir. Erkən orta əsrlərdə süqut etmişdir. Bu isə mən deyərdim heç birinə aiddir. Çünki bilirsiniz ki, Qərbi Avropada erkən orta əsrlər dövrü məsələ Qərbi Roma İmperiyasının süqutundan sonra başlamışdır. Yəni 5-ci əsrdə başlamışdır. Amma şərq dünyasının gözündən baxsaq, erkən orta əsrlərdə süqut edən Qərbi Roma İmperiyasıdır. Bu arada uşaqlar, səsimdən dolayı üzrü sayın. Boğazım tutulub, səsim tutulub. Ola bilsin ki, biraz qəribə çıxır. 33-cü test tapşırığında Şirvanşahlar və Teymurilər dövlətinin tarixinə aid oxşar xüsusiyyətləri müəyyən edəcəyik. Türk mənşəli sülalə tərəfindən əsasının qoyulması. Bu biz Teymurilər dövləti üçün bunu oxşar cəhət kimi götürə bilərik. Bilirsiniz ki, Şirvanşahlar dövləti Ərəb mənşəli sülalə tərəfindən yaradılmışdı. Qaraqoyunlu dövlətin hücumlarına qarşı mübarizə aparılması bu bizim testimizin oxşar cəhəti olacaq. Belə ki, Şirvanşahlar məhz 1412-ci il Kür çay sahili döyüşü qeyd edə bilərik. Qaraqoyunlularla mübarizəsinin, Teymurilərin isə Qaraqoyunlu hücumları deyirsə, məhz Cahanşahın dövründə Teymuri ərazilərində hücum edilməsi, hətta Heratın tutulması falan, bunu biz oxşar cəhət kimi götürə bilərik. Müəyyən müddət Təbrizdə hakimiyyətin ələ keçirilməsi də bizim testimizin oxşar cəhəti olacaq. Şirvanşahlar məhz 1-ci İbrahim Dərbəndinin dövründə 1406-cı ildə Təbrizdə hakimiyyəti qısa müddətli də olsa ələ keçirib Azərbaycanı vahid halda birləşdirə bilmişdi. Teymurilər dövləti isə Təbrizdə zaten Azərbaycanın böyük bir hissəsini və tamamilə işğal edibsə, deməli Təbrizdə hakimiyyəti ələ keçirib. Bu bizim doğru cavabımız olacaq. Abbasilər xilafətinin zəifləməsi nəticəsində meydana gəlməsi isə Şirvanşahlar üçün səciyyəvi olan xüsusiyyətdir. Cavab oldu B variantı. 34-cü test tapşırığında 1920-ci ilin yayında hərbi qüvvələrin Naxçıvan ərazisinə daxil olan dövlətləri göstərəcəyik xəritədə. Biz xəritəyə baxdıqda burada 1 İngiltərəni, 5 Fransanı, 4 İtaliya, 3 Osmanlı, 2 isə Rusiyanı görürük. Və 1920-ci ilin yayında, yəni iyul aylarında Naxçıvan ərazisində daxil olan 2 dövlət var idi. Birincisi Veysəl bəyin başçılığı altında Veysəl bəyin Ankara hökuməti göndərmişdi. Veysəl bəyin başçılığı altında Türk qoşunları burada Naxçıvan əhalisinə kömək eləmişdi. Yəni cavablarımız içərisində 3 olmalıdır. Digər isə elə təxminən ondan bir ay sonra 11-ci Qızıl Ordu Rusiya ordusu, yəni Naxçıvana daxil olmuş və beləliklə Naxçıvanda 2 hakimiyyətli yaranmışdı 1920-nin yayında, iyul ayında. Ona görə cavabımız olacaq uşaqlar 2 və 3, yəni Rusiya və Osmanlı dövləti. 35-ci testimizdə
15-ci əsrin 70-ci illərində Moskva knyazlığının Ağqoyunlara elçi göndərməsindəki məqsədi nə idi? Qızıl Ordu dövlətinə qarşı ittifaq yaratmaq və hər iki dövlət arasında ticarət əlaqələrini genişləndirmək. Cavab elə olacaq E variantı. Qafqazda İngiltərənin Moskva şirkəti. Moskva şirkəti uşaqlar 1555-ci ildə yaranıb. Testdə isə 15-ci əsrin 70-ci illərindən söhbət gedir. Bizim cavabımız ola bilməz. Trabzon torpaqlarını geri almaq üçün elə bir şərt yoxdur. Yəni Ağqoyun tazələrin yenidən Qaradənizə birbaşa çıxışı təmin etmək. Bu da bizim əlbəttə ki yanlış cavabımız olacaq. 36-cı testimizdə 2023-cü il sentyabrında lokal antiterror əməliyyatlarından sonra işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilmiş tədbirlər. Deməli biz 2023-cü sentyabrdan sonraki hadisələrə baxacağıq. Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı bu 2020-ci ilə aiddir. 18 oktyabr. Bu cavab ola bilməz. Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi. Bu da 2021-in oktyabrıdır. Oktyabr. Yəni Füzulidə 2021, Zəngilanda 2022 oktyabr ayıdır. Bu da cavabımız ola bilməz. Hərbi Qənimətlər Parkının əhalinin ixtiyarına verilməsi. Bu da uşaqlar 2021-ci ilə aiddir. Aprel ayında olmalıdır, səhv etmirəmsə. Xankəndidə Zəfər Paradının keçirilməsi. Bəli, cavabımız elə bu olacaq. Bu 2023-cü ilin 8 noyabrında baş vermişdi Zəfər Paradının keçirilməsi. Cavab D olacaq. 8 noyabr metropolitində elə 2021-ci ilə aiddir. 36-cı testdə cavab D variantı. 37-ci testimizdə Cənubi Azərbaycanla bağlı möhtəşəm Venn diaqram verilib. Baxacağıq biz. Təbrizin demokratik hərəkatın mərkəzinə çevrilməsi. Bu uşaqlar həm 1905-11 Səttarxana, həmin 17-20 Şeyx Məhəmməd Xiyabani, həm də 41-46 Seyid Səfər Pişəvəri üçün oxşar cəhət olacaq. Təbrizin demokratik hərəkatın mərkəzinə çevrilməsi. İlk dəfə qanunverici səlahiyyətə malik əncümənlər deyirsə, baxın ilk dəfə deyirsə, bu 1905-11-ci ilə aiddir. Elə bizim setimizin cavabı çıxdı. 1-ə B olacaq, 4-ə A olacaq. Xiyabanını görən kimi zaten biz bilirik ki 1917-20-ci ilə aiddir. Azərbaycan dilinin və əmək haqqında qanunun qəbul edilməsi isə Pişəvərinin Milli Hökumətinin qəbul etdiyi qanunlardır. Yəni 3 və 1946-cı ilə qəbul edilən qanunlardır. D və Y-yə aid olacaq. Cavab oldu E variantı. 38-ci testimizdə Səfəvi Osmanlı müharibələrinə aid uyğunluğu müəyyən edəcəyik. 1455-ci illər Səfəvilərin şərqi və cənub-şərqi Anadoluda ərazilər itirməsi. Bu təbii ki doğru cavabımızdır. Biz Çaldıran döyüşü ilə əlaqədar olan hadisələr ki, bu döyüş nəticəsində Səfəvilər Anadoluda bəzi ərazilər itirmişdi. Təbrizin Sultan 1-ci Səlim qoşunları tərəfindən işğal edilməsi. Bu da bizim doğru cavabımızdır. Yəni Səlim Təbrizi tutsa da burada qala bilməmişdi, möhkəmlənə bilməmişdi və tərk etmişdi. Ərzincan müşavirəsi təbii ki 1500-cü ilə aiddir. Bu Səfəvi Osmanlı müharibələrinə də aid deyil. 78-90-cı ildə Çıldır döyüşündə Osmanlıların qalib gəlməsi doğru cavabdır. 1578-ci ildə Çıldır döyüşündə Osmanlılar qalib gəlmişdi. Amasya müqaviləsi ilə yekunlaşan birinci mərhələdə, yəni 1555-ci ildir. Bu mərhələdə 1590-cı ildə İstanbul müqaviləsi imzalanmışdı. Şah II İsmailin hakimiyyət dövründə başlaması, xeyr, kimin dövründə başlamışdı? Məhəmməd Xudabəndənin dövründə. 78-ci ildə Məhəmməd Xudabəndə gəlmişdi artıq hakimiyyətə. İsmail bilirsiniz ki 1577-ci ildə mərkəzləşdirmə siyasətinə görə əyanlar arasında narazılıq yaranmışdı, onu öldürmüşdülər. Həmçinin Sünni-Şiə ixtilaflarına da son qoymaq istəyirdi. Cavab oldu C variantı. Yenə də baxaq 1639-cu il mərhələsinə. Xorasanın azad edilməsinin Osmanlılarla əlaqəsi yoxdur. Xorasanı bilirsiniz ki Şeybanilər işğal etmişdi və Şah Abbas onu 1599-cu ildə azad etmişdi. Sufyan döyüşündə Səfəvlərin məğlub edilməsi deyirsə, əgər qalib gəlməsi desəydi, bunu biz düz götürə bilərdik. 1605-ci ilə aid olardı. Amma məğlub edilməsi deyirsə, bu 1585-ci ilə aiddir. Yəni ikinci mərhələyə aiddir. C variantı Şirvan və Gəncənin Osmanlı əsarətindən azad edilməsi. Bu da təbii ki Şah Abbasın hərbi əməliyyatlarının adı ilə bağlıdır. 1605-7-ci illərdəki hərbi əməliyyatlar nəticəsində bu ərazilər işğaldan azad edilmişdir. Cavab oldu C variantı. 39-cu test tapşırığımızda göstərilənlər səbəb oldu deyir. İkinci Vaçenin xristianlığı təbliğ etməyə başlaması, 57-63-cü illərdə Milazadlıq hərəkatının baş verməsi, nəticədə ikinci Vaçe məğlub olacaq və Albaniyada yenidən 463-487-ci illər əhatə edən qısa müddətli mərzbanlıq dövrü başlayacaq.
Yeniden dediğimiz yani ilk məcbana doğru başlayacaq. Cavab olacaq B variantı. Urnayer 313'dədir. Bu zaman olarak doğru gəlmir. Məldəklər hərəkatının yatırılması 529-cu ildədir. Bu da ona aid deyil. Ərəblər bu dövrə düşmür. Amid döyüşdə bu dövrə düşmür. 359-cu ildə idi. 40-cı testimizdə Manna, qədim Manna dövlətinə aiddir deyir. İranzu dövlət tərəfindən əsası qoyulması. Biz Mannanın kim tərəfindən əsası qoyulduğunu bilmirik. İlk hökmdarı bizə məlum deyil. Adına rast gəldiyimiz ilk hökmdarı isə Udaki olmuşdu. Udaki 9-cu əsrdə. Bu yanlışdır. İskit tayfalarla birlikdə Urartuya qarşı müharibə aparılması. Bu da yanlışdır. İskit tayfalarla birlikdə Asurlara qarşı mübarizə aparıblar. Ahşerinin dövründə hətta Midiyaya da kömək eləmişdilər. Midiya dövlətinin tabi edilməsi təbii ki bu da yanlış cavabdır. Midiya ilə müttəfiq olublar Ahşerinin dövründə. Ağsaqqallar Şurası hökmdardan asılı olması doğrudur. 8-ci əsrin ikinci yarısında başlayaraq hakimiyyətin irsi keçməyə başlaması. Burada deməli eradan əvvəl 8-ci ikinci yarısı deyir. Bu bizim doğru cavabımız olacaq. Mən burada deyirəm axı şeydir. 1 səhvdir, 2 səhvdir, 3 səhvdir, 4-5 olacaq cavabımız. 4 düzdür, 5 də düzdür. 7-ci ikinci yarısı yəni İranzon dövrüdür. Eradan əvvəl 740-719-cu il. Bu da 8-ci ikinci yarısı edir. İrsiyə keçməyə başlamışdı. Ondan sonraki bütün dövrlərdə bu proses davam edir. Cavab D variantı olacaq. Mən burada səhifənin üstündən xətt çəkmişəm onu. Sonra 41-ci testimizdə Azərbaycan 3-cü Respublika dövründə soruşur. 3-cü Respublika bilirsiniz ki 1991-ci ilin 18 oktyabrında yaranmışdı və bu günə qədər davam edir. 90-cı illərin birinci yarısı, yəni biz 1990-dan 94-ə qədər təxmini baxacağıq. İkinci yarısına 1995-dən 99-a qədər olan hadisələrə baxacağıq. Gəlin baxaq. Gəncənin tarixi adının bərpa edilməsi 1989-cu ildir. Bu bizim cavabımız ola bilməz. BMT-yə üzv qəbul edilməsi, 1992-ci ilə təsadüf eləyir, mart ayına. Bu bizim cavablarımız içərisində öz əksini tapacaq. Torpaq saat haqqında qanun isə 1996-cı ildə qəbul edilmişdi. 96-cı il isə bilirsiniz, yəni bu dövr aralığında düşmür. Yəni birinci yarısı yox, ikinci yarısına təsadüf eləyir. İkinci məsələdə 90-cı ilin ikinci yarısına baxacağıq. NATO-nun sülh və tərəfdaşlıq naminə proqramına qoşulması 1994-cü ildir. Bu birinci yarısı edir. Konstitusiya Məhkəməsi 1998-dir. Bu ikinci yarısıdır. Bakı Subsa Qərb neft kəmərinin istifadə edilməsi də 1999-dur. Bu da ikinci yarısıdır. Cavab oldu E variantı. 42-ci testimizdə 17-ci əsrdə Avropada iqtisadi sahədə merkantilizm siyasətinin meydana gəlməsi təsir göstərir. Əvvəl belə onu qeyd edək ki, daha doğrusu əvvəlcə cavablar içərisində bizim gözümüzə ilişən hansıdır? Müstəmləkə işğalları və ticarətin inkişafı. Bu 17-ci əsrdə Avropada yayılmış bir növ bizə proteksionizm siyasətini xatırladır. Yəni oxşar cəhətləri var onunla da. Merkantilizm ondan biraz fərqli siyasətdir. Müsəlmanların Pireneya Yadusuna qovulması bu 15-ci əsrdir. Katolik kilsəsinin şərqə doğru xas yürüşlər həyata keçirməsi bu 11-ci əsrdən başlayır. 15-ci əsrə qədər demələr davam edir. Ümumi götürsək xas yürüşləri. Şərqə doğru 13-cü əsrə qədər davam eləmişdi. İpək yolunun əhəmiyyət itirməsi böyük coğrafi kəşflərlə əlaqədardır, amma onun merkantilizmlə əlaqəsi yoxdur. Augsburg sazişi 1555-ci il 16-cı əsrə aiddir. 40-cı testimizdə doğru cavabı müəyyən edin. Baxaq hadisə nəticə əlaqələri verilib. Dərbənd əmirliyinin yaradılması, Azərbaycan şimalında Sasanilərin hakimiyyətinə son qoyulması. Sasaniləri bilirsiniz ki, 651-ci ildə Rəşidi xəlifələri dövründə varlığına son qoyulmuşdu. Dərbənd əmirliyi isə 869-cu ildə yaranmışdı. Bu təbii ki, bizim cavabımız ola bilməz. Zaman baxımından uyğun gəlmir. Mərzbər bin Məhəmmədin Azərbaycan torpaqlarına birləşdirilməsi, deməli, Ərəb xilafətlə müharibələrin başlanması da yanlış cavabdır. Salarilərin ərəblərlə hər hansı bir mübarizəsi yoxdur. Sazilərin isə var Yusuf ibn Əmsazın dövründə. Şəddadilər dövlətinin alanları yürüşdə məruz qalması, Fəzli bin Məhəmmədin Xudafərin körpüsü iş etməsi də yanlış cavabdır. Bilirsiniz ki, ticarət məqsədi ilə tikilmişdir Xudafərin körpüsü. Həmçinin şəddadilərin həm hərbi məqsədlə, həm ticarət məqsədi ilə tikilmişdir. Amma alanların yürüşü Fəzli bin Məhəmmədin yox, Əbüləsvar Şavurun dövrünə təsadüf edir. Birinci Fərbürcün Səlcuq dövlətinə tabi edilməsi, Azərbaycan Səlcuqlu tərəfindən tutulmasının başa çatdırılması.
Bu 1066-cı ilə təsadüf edir və doğru fikirdir. Azərbaycana Oğuz tayfalarının axınlarının baş verməsi, Bizans və erməni Gürcü feodallarının Azərbaycana baskınlarına qarşı alması da doğru fikirdir. Burada tamamilə sözü, yəni baskınların qarşı alınması biraz şübhə doğurur məncə. Amma yenə də 4-5-i doğru cavab kimi götürmək olar. Çünki tamamilə alınmamışdı yürüşlərin qarşısı. 44-cü testimizdə Almaniya 41-ci ilin iyun ayında Siriyə hücum etməklə nə belə deyək, nail olur, onu soruşur bizdə. Yalta konfransı 45-ci ildir, bu cavab deyil. Versal-Washington sistemin iflas etməsinə səbəb oldu. Versal-Washington sistemi 36-cı ildə iflas etmişdi Reyn bölgəsindən qoşu yeritməklə. Yəni iflas etmə səbəblərindən biri də o idi. Bu da 41-ci ilə aid ola bilməz. Millətlər Cəmiyyəti 34-dədir. İlk dəfə almanlara yaşamadığı ərazi Çexoslovakiyadır. Bu 39-cu ilə təsadüf eləyir. Cavab oldu nə? C variantı 39-cu ildə imzalanmış Molotov-Ribbentrop paktının şərtlərini pozmuş oldu. Orada yəni hər hansı ilə SSR-yə hücum barədə bir, belə deyək, maddi öz əksini tapmırdı. Əsasən Avropanı bölüşdürmüşlər, xüsusilə Polşanı bölüşdürmüşlər və SSR-yə hücum etməklə o paktın şərtlərini pozmuş oldu. C variantı olacaq. 45-ci testimizdə də 24-cü ildə bu sadə sualdır. Dawes planu ABŞ tərəfindən nəzərdə tutulmuşdu ki, Almaniyadan alınacaq təzminatın ödənmə vaxtını uzadaq. Aydındır mı? 46-cı testimizdə də Qərbi Roma İmperiyasının varlığına son qoyulub. Deməli, gözlənilmişdir tapmalıyıq. Qərbi Romanın varlığına son qoyulub 476-cı ildə. Bu ildir 5-ci əsrin 70-ci illəri. Frank İmperatoru Böyük Karl ərəbləri məğlub etdi. Fuatə döyüşü 732-ci ildə baş verib və orada Böyük Karl deyil, Karl Martel idi. Martel. Müqəddəs Roma İmperiyası meydana gəldi. Verden müqaviləsi imzalanması nəticəsində. Bu da yanlışdır. Verden müqaviləsi 843-cü ildə imzalanmışdı və müqavilə nəticəsində İtaliya, Fransa və Almaniya yaranmışdı. Müqəddəs Roma İmperiyası isə 962-ci ildə meydana gəlmişdi. D variantda Bizansla Böyük Səlcuq dövləti arasında müqavilə imzalanmışdır. 10-cu əsrin 11-ci 70-ci illərində. Bu bizim doğru cavabımız deyil. 1071-ci il Malazgirt döyüşündən sonra Bizansla Səlcuqlar arasında müqavilə imzalanmış və Bizans Səlcuqlara xərac verməyi öhdəsinə götürmüşdü. Kordova xilafəti ilə mübarizə aparmışdır Bizans İmperatoru Justinian. Bu da yanlışdır. Kordova xilafəti 756-da meydana gəlib. İmperator Justinian isə 6-cı əsrlərdə hakimiyyətdə olub. 527-565 bu da yanlış olacaq. Sonra 47-ci testimizdə ulduzla işarələnmiş dövlətlərin tarixində 18-20-ci illərinə aid oxşar cəhət tapacağıq. Bu Qara dənizi görən kimi, bu ərazini Anadolu Kiçik Asiyanı görən kimi biz bura Osmanlı yazırıq. Bu da təbii ki, olacaq Rusiya. İndi bizə soruşur ki, Rusiya ilə Osmanlının 18-20-ci illərinə aid oxşar cəhət tapın. Burada cavab nə olacaq uşaqlar? B variantı. Səfəvilər dövlətinin ərazilərini işğal etmələri. Bilirsiniz ki, Rusiya Xəzəryanı torpaqları 1722-23-cü illərdə, Osmanlı isə elə 24-cü ildən başlayaraq 24-25-ci ildə yerdə qalan digər Azərbaycan torpaqlarını işğal etmişdi. Cavab B variantı olacaq. Baltik dənizindən çıxış uğrunda İsveçlə müharibə aparmaları bu təkcə Rusiyaya aiddir. Konstitusiya qəbul etmələri heç birinə aiddir. Müqəddəs birliyə daxil olmaları bu təkcə Rusiyaya aiddir, amma 1686-cı ildə Rusiya müqəddəs birliyə daxil olub. Şərq məsələsi siyasətin əsas hədəfinə çevrilmələri. Xeyr, bu şərq məsələsi elə Rusiyanın siyasəti idi. Hədəfə çevrilənsə Osmanlı idi. Bu isə Yekaterinanın dövründən etibarən belə deyə başlayır. Təxminən 18-ci sonlarından cavab olacaq B variantı. 48-ci testimizdə Xəzər dənizində Azərbaycanın hərbi donanmasının yaradılmasında əsas rol oynamışdır. Nadir Şah Əfşarın Avropa dövlətlərindən hərbi gəmilər alması yanlışdır. Bilirsiniz ki, Azərbaycan tarixində hərbi donanma yaratmağa təşəbbüs göstərən ilk şəxs məhz Nadir Şah Əfşardır. Amma yarada bilməmişdi. Osmanlı ilə baş vermiş müharibə buna əngəl olmuşdu. Türkmənçay müqaviləsinin əsasən Xəzər dənizindən çıxışın Rusiyaya qadağa edilməsi. Bunun bizim hərbi donanma ilə bir əlaqəsi yoxdur. Ümumiyyətlə, uşaqlar, Azərbaycanda hərbi donanma ilk dəfə AXC dövründə meydana gəlib və onun meydana gəlməsinin əsas səbəbi də, orada əsas rol oynayan əsas amil də İngiltərənin Xəzərdəki hərbi donanmasının bir hissəsini Azərbaycan Xalq Cümhuriyyətinə verməsi ilə bağlı idi. Cavab olacaq E variantı. Digər variantlar hamısı yanlışdır. Mərzbər Məhəmməd Ticarət donanmasıdır. Xəzər dənizinə ilk hərbi müdaxilədə məruz qalması, bunun bizim donanmamızın olması əlaqəsi yoxdur.
Yəni biz məhz hərbi donanmamız olmadığına görə o yürüşlərin qarşısını ala bilməmişdik. 49-cu testimiz sadə sualdır. Qızıl Ordu dövlətinin əsası qoyulur. Monqol dövlətinin qərbə doğru yürüşləri nəticəsində. Aydındır. 1235-ci ildə Qaraqorum qurultayı keçirilir. Bu qurultay nəticəsində onlar qərbə doğru gün batan ölkələrə doğru belə deyək, yürüşə başlayırlar və bu yürüşlərin nəticəsində də 1343-cü ildə Qızıl Ordu dövləti yaranmış olur. 50-ci sualımızda demokratik hərəkatın 1905-7-ci illər dövrünə aid səciyyəvi xüsusiyyətləri soruşur bizdən. Baxaq indi. Burada bizim gözümüzə dəyən variantları biz çıxmalıyıq. Baxın, ilk ümumi tətillərin baş verməsi bu 1903-cü ilə təsadüf eləyir. 1905-ci 7-ci ildən əvvəlki hadisədir. Azərbaycan milləti ifadəsi işlənməyə başlanması bu 19-cu əsrə aid olan bir məsələdir. Hətta 1891-ci ili qeyd edə bilərik biz Kəşfi qəzetinin 1905-ə aidiyyəti yoxdur. Milli Azadlıq Hərəkatının əsasının qoyulması isə 1875-ci ilə aiddir. Bilirsiniz ki, bizim Milli Azadlıq Hərəkatımız 3 dövrdən keçib. Əkinçi qəzetinin yaradılması ilə 1875-ci ildən 1904-cü ilə qədər birinci mərhələdir. Hətta 5-ci ilə deyə bilərik. 1905-dən 17-yə qədər fevral inqilabına qədər ikinci mərhələ, 17-dən AXC-nin yaranmasına qədərki mərhələ isə üçüncü mərhələ hesab olunur. Cavab olacaq A variantı. 1-2. Eldənizlər dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Eldənizlər dövləti 1130-1225-ci ildə mövcud olub və baxırıq biz Qazan xanın, gördünmü variantı çıxdın. Qazan xan 1295-də gəlib hakimiyyətə, o dövrə düşmür. Gecit vergisini gördünmü, bunu da çıxdın. Bu Sasanilər dövrünə uyğundur. Şərqə doğru baş vermiş xassız yürüşlərinin sona çatması deyirsə, bu 13-cü əsrin sonlarıdır. 1271-ci ildədir sonuncusu. Bu da o dövrə düşmür. Terek döyüşü 1395'ti. Bu da düşmür. Böyük Monqol dövləti yaranması isə 1206-cı ildir. Bəli, bu həmin dövr aralığında düşür. Bu məncə sadə sualdır. İmtahana belə bir sual düşür. Hər il demək olar. Azərbaycanda mezolit dövrü yeniliklərdir. Neolit dövründə davam etdirilməsi nəticəsində. Mezolit dövrü yenilikləri nə idi uşaqlar? Əkinçilik və maldarlığın yaranması, ox və kamanın ixtirası, heyvanların əhəlləşdirilməyə başlanması və istehlak təsərrüfatından istehsala keçidin əsası qoyulması. Deməli, keçidin əsası qoyulması ilə neolit dövründə istehsal təsərrüfatının formalaşması başa çatacaq. Yəni, cavablarımız içərisində biri olmalıdır. Müxtəlif heyvanlar da əhəlləşdiriləcək. Cavab 1-2 olacaq. Metal eneolit dövrüdür. Qəbilədə qadınlar mövqeyi bu hər ikisində idi. Amma nəticəsini soruşur bizdə o yeniliklərin yəni qəbilə icmasının yaranması mezolit dövrünün yenilikləri deyil. Üst paleolit dövründə yaranmışdır. Ona görə 4-ü biz götürə bilmərik. Əkinçilikdə qoşqu heyvanlarının istifadə edilməsi bu da yanlışdır. Qoşqu heyvanları nə zaman idi? Tunc dövründə. Cavab oldu 1-2. D variantı. 53-cü testimizdə xronoloji hazırlığı tapacağıq. Ərəb xilafəti 630-da meydana gəlib. Dəndənəkan döyüşü 1040-da baş verib. Ərəblərin Qərbi Avropa yürüşlərinin qarşısı isə 732-ci ildə alınıb. Cavab oldu 1-3-2. 54-cü testimiz 20-ci əsrin əvvəllərində Böyük Britaniyanı soruşur. Birinci məsələdə Fransanın Mərakeşdə hakimiyyəti tanıdı. Bu doğru fikirdir. Belə ki, fransızlar ingilislərin Misirdəki ağalığını tanıyır. İngilislər isə Fransanın Mərakeşdəki hakimiyyətini tanıyır. Bu 1907-ci ildə sonraki proseslərdir. Antantanın yaradılmasıyla başa çatacaq. 1904, 1907. İkinci məsələ Cənubi Afrikanın işğalı başa çatdırdı. Bu da doğrudur. Bilirsiniz ki, 1899-1902-ci illərdə baş vermişdi İngiliz-Pur müharibəsi və 1902, yəni 20-ci əsrin əvvəli Cənubi Afrikanın işğalı başa çatdırılmışdı. Cənubi Saxalin və Mancuriyadakı şərəksiz ağırlığına nail oldu. Bunun Böyük Britaniya ilə əlaqəsi yoxdur. Bu Yaponiyaya aiddir 20-ci əsrin əvvəli. Hindistan uğrunda mübarizəyə başladı isə 18-ci əsrdədir. Cavab oldu A hissəvan. 55-ci sualımızda eradan əvvəl 3-cü əsrə aiddir soruşur. Atropatena dövlətinin Selevki işğalında olması deyir. Selevkilər işğalı 223-cü ildən 190-cı ilə qədər olmuşdu Atropatena və 3-cü əsrə düşür bu dövr. Doğrudur. Karfagenin Romanın əyalətə çevrilməsi 146-cı il 2-ci əsrə aiddir eradan əvvəl. Alan tayfaların Arabaniya hücumlarına başlanması alanlar 1-ci, 3-cü əsrlərə aiddir. Özü eramıza aiddir. Deməli, bu cavab ola bilməz. Hindistanın vahid halda birləşdirilməsi, bəli, 3-cü əsrin 2-ci yarısı Maurya sülaləsi tərəfindən, deməli, Aşokan dövründə
Hindistan vahid halda birləşdirilmişdi. Cavab 1-4. 56-cı testimizdə Azərbaycanda 1-ci və 2-ci respublikaların tarixinə aid oxşar cəhətlər soruşur. 1-ci respublika bilirsiniz ki, uşaqlar AXC-dir, AXC. 2-ci respublika isə Azərbaycan SSR-dir. İndi bunlara aid oxşar cəhətləri tapacağıq biz. Konstitusiyanın qəbul edilməsi, bilirsiniz ki, AXC-də konstitusiya olmayıb, Azərbaycan SSR-də isə olub. Hətta 3 dəfə konstitusiya qəbul edilib 21, 36, 37 və ya 78-ci illərdə. Gürcüstanın Azərbaycana qarşı ərazi iddialarının olması bu hər iki dövr üçün oxşar cəhətdir. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti dövründə biz Borçalıны qeyd edə bilərik və yaxud Axalçələk, Lora ərazilərini qeyd edə bilərik. Düzdür, sonradan bu belə deyək, ərazi məsələləri dinc yolla həll ediləcək. Bilirsiniz ki, Derikinə qarşı Gürcüstanla Azərbaycan yaxınlaşmışdı. Hətta 1919-un iyununda bir hərbi belə deyək, bir sazişlə imzalanmışdı. Azərbaycan SSR-də isə uşaqlar biz nəyə qeyd edə bilərik? Zaqatala ərazisini qeyd edə bilərik. 21-ci ildə Gürcüstan Zaqatalaya olan iddialarından da əl çəkmişdi. Burada cavab 2 mütləq olmalıdır. Deməli, 2-ni biz burada qeyd eləməliyik. Torpaqların kəndlərə pulsuz paylanması yanlış cavabdır. Bilirsiniz ki, AXC aqrar islahatı həyata keçirə bilməmişdi. Və pulsuz şəkildə paylanma Azərbaycan SSR-yə də aid deyil bu. Bu bizim Azərbaycan Demokratik Respublikasına aiddir. Pulsuz şəkildə paylanma. 3-cü xüsusiyyət heç birinə aiddir. Latin qrafikalı əlifbaya keçməsi də məhz Azərbaycan SSR dövrünə aiddir. Bu da AXC-nin belə deyək, bir növ desək, məhdud cəhətlərindən biridir ki, AXC Latin qrafikaya keçməyi təmin edə bilməmişdi. Mümkün olmamışdı bu. 5-ci məsələdə tədrisdə Azərbaycan dilindən istifadə edilməsi isə, bəli, bu hər ikisi üçün oxşar cəhətdir. Azərbaycan dilindən istifadə edilir. Hətta bunun üçün qanunlarda verilmişdir. Demək, cavab olacaq 2 və 5. Bu qəşəng sualdır. Maraqlı sualdır. 57-ci testimizdə soyuq müharibə dövrünü soruşur. Türkiyəni və İngiltərəni. Soyuq müharibə dövrü bilirsiniz ki, 1946-cı ildən SSR-nin dağılmasına qədər 1991-ci ilə qədər davam etmişdi. İndi gəlin baxaq. Truman doktrinası əsasında hərbi yardım. Bu Truman doktrinası ABŞ dövlətinə aiddir və Türkiyəyə, Yunanistana hərbi yardım göstərilmişdi. 1-ə A mütləq olmalıdır cavablarda. Brexit planının irəli sürülməsi bu Böyük Britaniyaya aiddir. Amma bizim testimizin şərtində, daha doğrusu düzgün cavabında öz yerini almayacaq. Çünki Brexit planı 21-ci əsrin əvvəllərində irəli sürülüb. Burada İngiltərə belə deyək, bəhanə olaraq da gətirmişdi ki, iqtisadi cəhətdən zəif olan ölkələr, onların, yəni İngiltərənin öz iqtisadiyyatına yük olur. Bunu bəhanə eləyir, bunu əsas gətirir və 2020-ci ildə Avropa Birliyindən çıxır. Aydındır. B variantı ola bilməz. Yəni burada soyuq müharibə dövrü soruşduğu üçün. Falkland adalarına sahiblik. Falkland 1982-ci ildədir. Bu Argentina aparılmışdı. Böyük Britaniya Margaret Thatcher'in dövründə. Bu doğru cavabdır. Yəni 2-yə C olmalıdır. Yunanistan'a Enozis deyiriksə bu Türkiyə Cumhuriyyətinə aiddir. Montre konferansı isə Türkiyə Cumhuriyyətinə aiddir 1936-cı ildə. Amma soyuq müharibə dövrünə düşmədiyi üçün bunu da biz götürə bilmərik. Deməli, biri adi və 2-yə C olmalıdır. Keçirik mətn suallarına. Demək, 19-un əvvəllərində Qacarlar dövlətinin Cənubi Qafqaza ərazi iddiaları Çar hökumətinin əsaslı addımlar atmağa məcbur etdi. Sonra Şərq Gürcüstan işğal edilməsi Azərbaycan Qazax borcları əraziləri ələ keçirən Rusiya diqqətini Cənub Balakana yönəltdi. Burada uşaqlar, deməli 19-un əvvəllərində Rusiyanın Azərbaycan işğalına başlamasından danışılır. Qanaq döyüşü, cəmaatlıqla bir sazişin imzalanması, sənədin imzalanmasından söhbət gedir. İndi baxaq görə suallarımız nədən ibarətdir? Bu oxuya vaxtınızı almaq istəmirəm. Mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqları işğalını sürətləndirən əsas amil. Əlbəttə ki, uşaqlar, əsas amil nə olacaq? Azərbaycan xanlıqlar dövrü idi və biz parçalanmış haldaydıq. Vahid dövlət yox idi və xanlıqlarımız da bir-birini qırırdılar. Onlar arasında münasibətlər kəskin idi, ədavət gedirdi. Bu da bu işğalı sürətləndirir. 59-cu sualımızda mətndə bəhs olunan sənədin, deməli uşaqlar, bu 1803-cü ildə Rusiya ilə Çar Balakən arasında imzalanmış andlı öhdəlikdir. Andlı öhdəliyin 4 dənə şərti var idi. Cəmatlıq
daxili müstəqilliyi saxlayırdı. Rusiyanın himayəsinə keçirdi. İpəklə xərac verməli idi. Bir də girov deməli göndərməli idi Tiflisə, sədaqət əlaməti olaraq. Bir də nə idi? Öz ərazisində Rus qoşunları yerləşdirməli idi. İndi ikisini yazsaq elə gəlin ən vaciblərindən yazaq. Daxili müstəqilliyi qoruyub saxlaması, daxili müstəqilliyin Zərbalakanın Rusiyanın himayəsinə keçməsi. İkinci isə elə ipəklə xərac verməsini yaza bilərik. Xərac. 60-cı sualda bəhs olunan dövrdə Qacarların Rusiyanın işğalçı hərəkətə keçirməyə vadar edən mətndə verilməyən addımı baxaq görək. Demək, mətndə verilməyən biz uşaqlar nəyə qeyd edə bilərik? Məsələn, ingilislərlə Qacarların yaxınlaşması. Bilirsiniz ki, 1801-ci ildə, ümumiyyətlə belə deyək də, Rusiya Azərbaycan işğalını niyə tezləşdirir? Çünki yaxın şərq ərazisində Rusiyanın əsas rəqibi İngiltərə və Fransa idi. Yəni bu bölgələrdə bulan Osmanlının, ümumiyyətlə Rusiyanın da, Qacarların, ingilislərin də falan, Cənubi Qafqaz dediyimiz ərazidə, yaxın şərq dediyimiz ərazidə bunların maraqları toqquşurdu. Və ingilislərin Qacarlarla müqavilə imzalanması 1801-ci ildə Rusiyada narahatlıq doğurur və bu işğalı tezləşdirmək qərarına gəlir. Məhz 1801-ci ildə. Ondan sonraki proseslərdə artıq Azərbaycan ərazilərinin işğal edilməsi, Gəncə xanlığının işğalı, Rus-Qacar müharibələrinin başlanması və Rusiyanın Cənubi Qafqazın işğalını başa çatdırmasıdır ki, biz bunu növbəti, belə deyək, test izahlarında qarşımıza gəlsə, çıxsa, daha təfərrüatlı formada izah edərik. Deməli, bu testdə məhz İngiltərənin Qacarlarla yaxınlaşmasını və yaxud da Qacarların ingilislərlə yaxınlaşmasını və 1801-ci ildə İngilis-Qacar sazişinin imzalanmasını qeyd etsək, məncə kifayət edər. Bu qədər uşaqlar. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun, var olun.